Salam, hər vaxtınız xeyir. İkinci qrupların 20 sınaq jurnalında sınaq üçüncülərinə baxırıq. Mövzu rasional ifadələr, irrasional ifadələr, həqiqi üslü, qüvvət. 1. Dərəcələri fərqli olan A və B çoxadələrinin, 2-dən çoxadəlidir, A və B çoxadəsi, dərəcələri fərqlidir. Cəmin dərəcəsi budur, fərqin dərəcəsi budur. Yoxsa dərəcələr fərqlidirsə, onların cəminin də, fərqin də dərəcəsi eyni olmalıdır. Yəni, bunlar bərabər olmalıdır bir-birinə. Onda nə yazarıq? Yazarıq ki, 3n-in kvadratı çıx 4n plus 6 bərabərdir 4n kvadrat çıx 5n. Bir təvəl keçirsik və əgər bunu mənfiyə vurub v-lə həll eləsək, demək köylərin cəmi 1-dir, aslı mənfi 6-dır. 3 və neçə? Mənfi 2. Ən kiçik qiymətini soruşursa, ən kiçik qiyməti neçə olur? Mənfi 2. Kəsr hissəsini tapın. Bilirik ki, ədədin kəsr hissəsini tapmaq üçün ədəddən onun tam hissəsini çıxmaq lazımdır. İndi 6-cı dərəcədən kökdə 57-nin gəlin tamını tapayıq. Bu təqribən elə bir ki, olsaydı 6-cı dərəcədən kökdə 64 olardı 2. Olsaydı 6-dan kökdə 1 olardı 1 ilə 2 arasındadır. 1 tam onda neçədir? 1,8 təqribən belə bir şeydir. Demək, bunun tam hissəsi 1-dir. Bunda kəsrini tanımaq üçün bundan 1-i çıxırıq. Qiymətini həqiqi edən. Qiymətini həqiqi edən, yəni onu mənalı edən deyək. Kökün altı cüt dərəcədən nə olmalıdır? Böyük bərabər 0 olmalıdır. Demək ki, A-7 böyük bərabər 0 və yaxud və eyni anda 7 münasibətdə böyük bərabər 0 olmalıdır. Demək, A7-dən böyük bərabərdir, A7-dən kiçik bərabərdir. Buradan anılır ki, A ancaq 7 ola bilər. Demək ki, A7 olanda bu ifadələrin mənası var. Və 7-ni yerinə qoyursa, 5-ci dərəcədən 7-nin kvadratı 49 çıx 17. Bu da olur 5-ci dərəcədən kökdə neçə? 32. Bunun da cavabı 2. 4. A-nın isə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir. İfadəsinin qiyməti tam ədəddir. L4-ün tam bölünən sayını tapaydı elə. Natural bölünən sayını tapaydı, buraya 2-yə. Natural bölünən sayı belə tapılır. 1 plus 1 vur 3 plus 1. Yəni 2 vur 4, 8. Bunda tam bölünən sayı da olacaq. 2 vur 8, yəni neçə? 2 vur 8. 16. Burada kubudur. Kubudursa fərqli olacaq bir deyil. Belə yox, kubudur. Bunda biz belə deyildik. Burada 54-ü yazaq. 2 vur 3-ün kubu. Bölünsün A-nın kubu. Yəni 2 vur 3 böl A-nın kubu kimi yazaq. Yəni 3 nəyə bölünür? Baxsaq bəs şeylər yəqin ki, 3 nəyə bölünür? 3 bölünür 1-ə, mənfi 1-ə, 3-ə, mənfi 3-ə. Demək ki, A-nın 4 dənə qiymətində ifadə nə olur? Tam olur. 5-ci sualda mənası var deyir. Bilirik ki, mənfi ədədin kəsr qüvvətinə baxılmır, 0-ın da üstü mənfiyə baxılmır. Bunu belə də yaza bilərik də, 1 bölünsün, 6 minus 2A üstü 5-də 3. Kəsr qüvvəti mənfi üçün olmur, yəni 6 minus 2A böyük bərabər 0 olmalıdır, amma məxrəclər isə 0 da ola bilmir, demək böyük 0 olmalıdır. Mənfi 2A böyükdür, mənfi 6-dır, A da kiçikdir, 3-dür. Mənfi sonsuzdan 3-ə qədər, heç yoxdur. 6. İfadənin ən kiçik qiymətini tapın. Cəmi v-lə yazıram, 11-dir, hasılı 30-dur. Hansıdır 5 ilə 6-dır. Demək, məxrəcə yaza bilərdik, x minus 5 vurulsun, x minus 6. X minus 5-lər getdi. İndi qaldı x minus 6 orta məxrəcə düşətdir, qalır 1 plus x minus 7. Bu da elə x minus 6. 1 elədir, yəni vurulsun x minus 5-in kvadratı üstə gəl 11. Bunlar gələndən sonra qaldı, sonra bu qaldı x minus 5-in kvadratı. İndi bunun ən kiçik qiyməti olması üçün ifadənin ən kiçik qiymətini tapın.
Biz burada əvvəlcədən bilirdik ki, məxrəcdə x-5, yəni x5 ola bilməz. Çünki burada x-5 var. Bir də x6 da ola bilməz. Bunları bilirik, yəni şərt olaraq. İndi kvadrat ən azı 0 olur. Düzdür, burada x5 ola bilmirsə, bu 0 ola bilmir. Demək ki, bu 0 ola bilmir, amma x-5-in kvadratı 0-dan böyükdür. Bu ifadə nədən böyükdür? 11-dən böyükdür. Ən kiçik tam qiymətini istəyir. 11-dən böyük. Ən kiçik tam qiyməti necədir? 12-dir. 11-dən böyük ən kiçik tam qiyməti 12-dir. Bəli, 12 olması üçün də şərt deyil ki, x hökmən 6 olsun. X 6 ola bilmir. Məsələn, x ola bilər ki, 4 olsun burada. Ona yazacağımız nə olacaq? D variantı 12. 7-ci sualda bu nəyinsə kvadratıdır deyirsən. Demək, y plus 3a-nın kvadratıdır. Buna y plus 3a-nın nəyi çıxır? Modulu çıxır. Kökün kvadratı, köklə kvadrat gedir. Burada kvadrat var. Kvadratlar gedir. Və 4y plus 12a plus 4 də qalıb modulda. Şərti özümüz buradan tapa bilərik ki, kökün altı mənası olması üçün bu ifadə böyük bərabər 0. Y böyük bərabərdir 5 minus 3a-dan. Buna görə davam edəcək. Y 5 minus 3a-dan böyükdürsə, onda birinci modulun daxili müsbət olur. Çünki y plus 3a 5-dən böyükdür. Bu deməkdir, böyür 5-dir, müsbətdir, 5-dən böyüksə. Özü çıxacaq yəni. Birincidən moduldan müsbət olduğu üçün özü çıxır. Bura baxırıq. Y, burada nə var? Plus 4 də var elə. Bəli, Y 5 çıx 3a-dan böyükdürsə, Y 5 çıx buradan 4-ü çıxarsa nə qalır? Qalır Y plus 3a plus 1 qalır. Ya da Y plus 3a 5-dən, bu 5-dən böyükdürsə, onda bu ifadə də müsbətdir. Yenə də özü çıxır. Onda olur 4Y plus 12a plus 4. İslah varmı? Baxaq görək. Demək, Y, 2Y, o da 4Y, neçə olur? 6Y. 3A, o da 3A. 6A, o da 12A. 18A. Çıx 1. Sağ olur. Yolend. 8. Sadələşdirin. Burada orta mərkəz bulanı asılıdır. A plus 3b, A minus 3b. Sürətdə qalır A minus 3b-nin kvadratı çıx A plus 3b-nin kvadratı. Biz bunu sadələşdirib, sonra tərsini yazıb davam edəcəyik. Birinci bunu hesablayaq. Yuxarıda qalır kvadrat fərqində bir dəfə olar çıxar, bir dəfə toplayaq. Çıxanda qalır, ev ki, alar gedir, qalır mənfi 6b. Bəs toplayanda nə qalır? Qalır 2a. Belə qalır belə. Onda üstü mənfili, onun yerini dəyişək. Demək, nə yazaq? Belə yazaq. A plus 3b vurulsun A minus 3b bölünsün mənfi 12 AB. Vurulsun. Bəs burada nə yazarıq? A kvadrat plus 9-dan b kvadrat bölünsün A minus 3b A plus 3b. Bunlar gedir, bunlar gedir. Sonra qaldı mənfi A kvadrat plus A variantıdır. 9b kvadrat bölünsün 12 AB. 9 sual. Ədədlərini müqayisə edin. Onu yaza bilərik. X-in üstü neçə? X-in üstü 7-də 8. X-in üstü 2-də 3. Seni yazarıq. X-in üstü 5-də 6. Bəli, müqayisədə X 0-dan 1 arasındadırsa, demək ki, bu deyək də X 0-dan 1 arasındadırsa, bunlardan üstü böyük olan kiçik olacaq. Biz bunları müqayisə edək. 7-də 8-i, 2-də 3-ü və 5-də. Bunları hamısını neçə gətirək? X-i bunu eləyək, elə bir ki 24 eləyək də, 24 olsun. Burada olur 21. Bunu yazaq X üstü 24 olmasını 8-ə vuram 16-da. Bunu yazıram X üstü 4-ə vuram 20. Baxırıq, əgər sürətlər olan kəslərdən danışırsa, məxrəci böyük olan kiçikdir. Məxrəci böyük olan kiçikdir. Onda belə çıxır ki, bunların üstündə məxrəci böyük olan, yəni bu kəsir ən kiçikdir. Bu kəsir ən kiçikdirsə, onda A burada nədir? A burada ən böyükdür. Bəs ən kiçik hansıdır? Mərci ən kiçik olan budur. Onda kəsir olaraq bu böyük kəsirdir. Üstü böyük olanda kiçik olur. Ən kiçik hansıdır? B-dir. B, C, A. Kəsir iqtisar olunur nə deməkdir? Məxrəcidə olan
ifadənin kökü yuxarının da kökü olmalıdır. Aşağıdakının kökü x bərabərdir 2-dir. 2-ni gətirib burada yerinə qoyuruq. Yəni x-in üçün vurğu olmalıdır, belə deyək. 2-ni qoyanda qalır 16 plus 2 dənə m çıx 22. Nəyə bərabərdir? 0-a. 2m bərabərdir neçədir? 6-dır. M də bərabərdir 3. Demək, m 3 olur. 11. İfadəsinin qiymətini tam ədəd edən A-nın ən kiçik natural qiymətini tapın. A-nın ən kiçik natural qiymətini tapın. İfadəsinin qiymətini tam ədəd edən. Üçüncü ədədən 288-ni yazə bilərik. 2 vur 144. 144 yazaq. Nə bil ki, 2 vur 72. 72 yazaq, 2 vur 36. Yəni baxaq. Nə bil ki, çox oldu, belə bil ki. Bilən ki, çox oldu. Demək, 288'dir. 288'i yazdı necə? 2 vur 244. Sonra 144'ü yazdı. 2 vur 72. 72'ni yazdı. 2 vur 36. Düzdür, 36. 36 olsun belə. Demək, burada yazdı nə? 2'nin kubu. İndi 36'nı yazaq. 36'nı yazaq. 4 vur 9 kimi yaza bilərik də. Yaxşı. 4 yazaq 36'nın 3'ün kağıtı vur. 2'nin kağıtı. Demək ki, burada 3-cü də kökdən, bu kökdən çıxır artıq. Bunun da kökdən çıxması üçün və bunun da kökdən çıxması üçün bir dənə 3 lazım, bir dənə 2. Demək, A neçə ola bilər? 3 vur 2. Ən azı 6 ola bilər. 13-cü sual. 20 yazarı 4 vur 5. 2 kökdən çıxır. 2 kökdə A olaraq yazaq. 4 vur 5. Yəni 2 kökdə A. 2 kökdə 5A. Bu da 5A'dır. A vur 5. İndi 2 qat radikal düstununa görə tapa bilirik ki, elə də tapaq ki, onların cəmi A olsun. Hasılı 5 vur A olsun. 5'dən olsun 1. Bu 5 də kökün altındadır. Demək, sual belədir. Plus 5 də buradadır. 5 də buradadır. Çıx kök dağıdır. Onda baxaq, bu özü onda nəyisi kvadratıdır? Bəli, nəyisi kvadratıdır? Kökdə A plus kökdə 5'in kvadratıdır. Kökün altı. Bundan onda elə ki, belədir. Sual belədəsində çıx kökdə A. Kvadratdan modulu çıxıb, onsuz da müsbətdir, özü çıxır. Cavabda qalır kökdə 5. Yəni, qalır kökdə A plus kökdə 5, çıx kökdə A. Bunlar islah olunur, qalır kökdə 5. 13. A minus 1 böl A-nın kvadratını belə yaza bilərəm. A plus 1 böl A-nın kvadratı çıxılsın. 4 vur, A vur 1 böl A. Onda bu bərabər olacaq. 5'in kvadratı 25 çıxılsın 4. 21. Kvadratı 21 olan ədəd neçə ola bilər? Müsbət mənfi kökdə 21. Kiçik qiymətini soruşursa mənfi kökdə. İfadənin qiymətini tapın. X-i 4'e bölə bəlkə hər tərəfin bunun. X-i 4'e bölsəm nə qalacaq? X-i 4 çıx 9 plus 1 böl X-i 4 qalacaq. Bərabərdir 0. X-i 4 plus 1 böl X-i 4 buradan tapıram 9. Bəs bunu köməkli düsturla belə yaza bilərik də. Bu ifadənin kvadratı çıxılsın 2. Bunların kimisi bərabər neçə 9. Onda 9 o da 2'nin sur 11 olur. Və x kvadrat plus 1 böl x kvadratın əgər kvadratı 11 ise özü kökdə 11 olur. Tam ədəddir ifadəsi deyir. Tam ədəddir. M-in neçə tam qiymətində. Biz buna kəsirləri ayrı yaza bilərik. Yəni bu cür bölə bilərik. Bununla bölürük. Bununla. Onda nə qalacaq burada? Birincisində qalır 4 dənə M-in kvadratı çıx M üstü 3 çıx 81 böl M üstü 4. M tamdırsa bu da tamdır. Bu da bir dənə bu qalır kəsir gərək. Onda bunu yazar 3 böl M-in üstü neçə? 4 kimi. 3 nəyə bölünür? 3 bölünür müsbət mənfi 1'ə, müsbət mənfi 3'ə. Demək, M-in 4 dənə tam qiymətində ifadə tamdır. 16-cı sualda şərti özümüz hardan tapa bilərik? Buradan tapa bilərik. Çünki kökün altı tək qalıb burada. Cüt dərəcədən müsbət olmalıdır və ya 0 olmalıdır. X böyük və 4 şərtini tapırıq. X 4'dən böyük bərabər, məsələn 5 qoysa görə ki, bura mənfi olur. Onda moduldan əksi çıxır.
Burada dərəcənin kvadrat gedir. Cüt qüvvədən gedir bu. Altılar gedir. Qalır 3x minus neçə 12. Bəs burada modul çıxır yenə də. 3x minus 12-nin nəyi çıxır? Modulu çıxır. Amma x 4-dən böyüksə müsbətdir. Onda özü çıxır. 3x çıx nə? 12. Qalır 6x, o da 5x. 11x çıx. 24, o da 20, 44. 11x çıx 44. Ədədlərinin standart şəkildə yazılışında tərtiblər bərabər olarsa yaxşı. Biz bunu standartda belə yaza bilərdik. 2 onda 2 vur 10 üstü n plus neçə 8. Bəs bunu 1 tam %75 vur 10 üstü. Buradan 2 dənə gəldi. Buraya oldu 7 çıx n. Belə yaza bilərik. Standartda yazdıq. Bilir də bu qiymətli isə 1 ilə 10 arasında olmalıdır. 1 ola bilər, 10 ola bilməz. Həmçinin burada. Tərtib də bunlar tərtib. Deyir ki, tərtiblər bərabərdir. n plus 8 bərabərdir 7 minus n. Onda m üstə gələn bərabərdir 7 çıx 8, yəni mənfi 1. Qiymətləri deyir qarşılıqlı tərsəlli olarsın. Qarşılıqlı tərsəllərsə demək onların hasılı 1-dir. Buna x kimi baxsam, buna y kimi baxsam, onda bu nədir? Bu x kvadratdır. Bu x y-dir, bu da y kvadratdır. Onda müxtəsərdə bulan əlbəttə hasil edir. Bunu buna vuranda qalır nə? A kub minus b kub. Onda belə çıxır ki, 3-cüdən kökdə a-nın kubu çıx 5-in kubu bərabərdir 1-ə. Çünki tərsəllərin hasılı nəyə bərabərdir? 1-ə bərabərdir. Burada elə a qalır. A çıx 125 əgər 1-dirsə a 126-dır. 4 gəlsək 130. Tam hissəsi 7-yə bərabər olan a ədədinin kəsr hissəsi 0,4 olarsın. Tam hissəsi 7 olan ədəddir və kəsr hissəsi 0,4. Onda 7 tam, onda 4-dən danışırıq. 7 tam, onda 4, üstə gəl, 3 tam %72. 11 tam %12, tam hissəsi 11. 5 üstü a bölü 2 üstə gəl 3. Bərabərdir 5-in üstü a bölü 2 vur 5-in üstü 3. Bunu yaza bilərik. 5-in üstü a vurulsun 2-də 1 vurulsun 5-in üstü 3. 5-in üstü a neçədir? 9-dur. 9-un üstü 2-də 1 vur 5-in üstü 3. Bu da bərabərdir. 9 üstü 2-də 1 neçə edir? 3 eləyir. Bu da 125. Bu da bərabərdir. Neçəyə? 375. 21. Hansı münasibət doğrudur? Bunun kvadrat hissəsi ilə nəsə görə bilərik. Kvadrat hissəsi qalır a plus b. Bu kvadrat hissədən də ayrı hissədən bəri ki, müxtəsər kimi belə hissədərdir. A plus 2 kökdə ab 2-cinin kvadratı. Burada qalır a plus b plus 4. Bunlar getdi, a plus b-lər qaldı. Kökdə ab-nin 2 olması demək ki, ab 4-dür. Birinci kökün altında olan ifadə mənfinin alsı olacaq tam kvadrat. İkinci də həmçinin desək, burada da mənfinin alsı olacaq 5-4 çıx 8b-nin kvadratı üstə gəl 16. Bu da tam kvadrat olmalıdır. Demək, birinci ifadə oldu nəyin kvadratı? Mənfi qalsın burada olur a minus 5-in kvadratı. Bəs bu olur b kvadrat çıx nəyin? B kvadrat çıx 4-ün kvadratı. Cüt dərəcənin kökün altı mənası olması üçün, bu böyük bərabər olmalıdır. Mənfi varsa, demək ki, a buradan ancaq 5 ola bilər. Yəni 0 olması mümkündür. A 5-dir. B də buradan görür ki, b kvadrat 4-dür. B kvadrat da 4-dür. Onda b də ola müsbət mənfi 2. Demək, a 5-dir. B isə müsbət mənfi 2-nin ikisi də ola bilər. Hansının əksi qiymətdirsə, buradan mənfi 2-ni götürərik. 5-i vurarıq mənfi 2-yə. Mənfi 10. Cavablar C variantı mənfi 10. Cəmi ona bərabər olan 2 müsbət ədədin həndəsi ortasının böyük qiymətini tap. Deyək ki, a ilə b cəmi 10-dur. İkisi də müsbətdir. A da müsbətdir, b də müsbətdir. Həndəsi orta. Biz bilirik ki, həndəsi orta əddi ortadan kiçik bərabərdir. Onda buradan kiçik bərabərdir
Bu da 10'dur da 10 böl neçə? 10 böl 2. 5. AB də kiçik bərabərdir 25. Amma bizdən AB-ni yox, həndəsə ortanı soruşuldu. Elə həndəsə orta budur. Həndəsə orta elə budur. Demək, həndəsə ortası maksimum neçə ola bilər? 5 ola bilər. İfadəsinin ən böyük qiymətini tapın. Kökdə açıq 5. Burada yazaq kökdə A-nın kvadratı çıx. 5'in kvadratı. 5'in kvadratı. Qalır kökdə açıq 5. Burada qalır kökdə açıq 5 vur. Kökdə plus 5. Plus 5. Bunlar gedəndən sonra qalır 1 bölünsün. Kökdə plus 5. Sonra nədir? Ən böyük qiymətini tapın. İfadənin ən böyük olması üçün gərək məxrəc nə olsun? Ən kiçik. Bunun ən kiçik qiyməti az 0 olanda olur. Az 0 olanda bunun ən böyük qiyməti nə olur? 5'də 1. Demək, ifadenin ən böyük qiyməti 5'də 1 və yaxud 0'da 2. 25. En sayıda ədədin əldə ortası 5'dir. Onda olan cəmi neçədir? 5 vur endir. Hər birindən 4 çıxdır da. Alınan ədədlərin ortasını tap. Ədədlərin sayı nə qədərdir? N dənə ədəddir. N dənə ədəddən naşi, N dənə ədəd. Ədəd ortası 5 isə, yəni onların cəmi nədir? 5'dir. İndi bunların hər birindən 4 çıxır. Hər birindən 4 çıxır isə, onda bunların cəmi olan 5n nə qədər azalır? N dənə ədəddir. İndi say yenə də n dənə ədəddir, düzdür. Amma hər biri 4 vaid azalıb. Hər biri 4 vaid azalıbsa, n dənə ədəd nə qədər azalar? Məsələn, biri 4 vaid azalıb, 5 dənəsi 20 vaid azalar, n dənəsi 4n qədər azalar. Onda cəmi 4n qədər azalıb. Amma sayı yenə də n dənədir. Onda əldə ortası neçə olacaq? 1n böl n. Yəni 4'də 1 olacaq, elə yoxsa yox. 1. Növbəti demək, bunun ədədlərin əldə ortası cavab oldu 1. Bir də baxaq buna. Deyək ki, tutaq edirəm. Məsələn, ədədlər biri A-dır, biri B-dir, biri C-dir və s. Əldə ortası 5'dirsə, onda bunların cəmi A plus B plus C plus bunların cəmi nəyə bərabərdir? 5 vur n-ə. Deyir, bunların hər biri 4 çıxdır da. Məsələn, A-dan da 4 çıxırsan, B-dən də 4 çıxırsan, C-dən hamısına 4 çıxırsansa, n dənə ədədin cəmindən, yəni A plus B plus C plus və s-dən 4-dən çıxırsan da elə. Onda cavab olur nə? N. İndi ədəd ortasında n-ə bölsün, bəli, cavab olur 1. 26. A-nın neçə natural qiymətində ifadənin mənası var? Mənfi ədədin kəsr üz qüvvətinə baxılmır. Onda bu A-3 böyük bərabərdir 0. Cüz tərcənin kökün altı mənası olması üçün də mənfi ola bilməz. Onda 8 məsəlada böyük bərabərdir 0. A kiçik bərabərdir 8. İkinci ödəyənin interval hansıdır? 3, 8 parçası. Neçə natural qiyməti? Burada neçə natural ədəd var? Burada 6 dənə natural ədəd var. 27. İfadələr üçün uyğunluğu müəyyən edin. Birinci ifadənin ən kiçik qiymətini tapmaq üçün, bilirik ki, kvadrat burada ən az 0 olsa, bu müsbətdə bu ən az kiçik qiyməti neçədir? 2'dir. 2 üstü 6. Bu bütöv sıfırlana bilir, çünki minus var. Bu 0 götürəcək bunu ümumi olaraq. Kvadrat var çünki. 8. 64 üstə 8, 72. Burada da ən kiçik qiyməti tapmaq istərsək əgər, bu yenə də bütöv 0 ola bilmir, bu da həmçinin 0 ola bilmir. Ona görə x kvadratı yenə 0 qoyuruq, qalır 2, 2 üstə 6. Burada bunu yenə 0 qoyuruq, qalır 17 üstə 2, üstə 8. 64 üstə gəl 289 üstə gəl 8. Bu da edir haradasa ən kiçik qiyməti 361, yəni ki, bu olacaq da 361. Burada bu sıfırlana bilir, cüz qüvvət var. Burada cüz qüvvət var, sıfırlana bilir. Cavab olur neçə ilə? 8. Demək, 1 uyğundur. D variantı 2 uyğundur. A variantı 3'ə də uyğundur. E variantı. Bu qədər. İstərsəndə izahı kör kodda var. Yəni istərsiniz oradan izahına baxa bilərsiniz. Sağ olun.